Salam aleykum. Sizə bir dənə yaxşı ev çıxarmışam satışa. Gəllə məndən paket kupçalı evin, torpağın hamısının kupçası var. Harda? Masazırda. Masazırda harda? Bunu da sizə mən deyim. Köynə bələdiyyənin yanında. Yəni Köynə bələdiyyə yaxın. Çox gözəl bir yerdə. Opşi Əliyağa Vahid terasından bura harasa 350-400 metr olar, olmaz, dəqiq bilmirəm. Birinci mərtəbədə malarit betondur, ikinci mərtəbədə. 2 mərtəbəli evdir. 3 otaq, 3 otaq yuxarıdadır, hamam sanuzel yuxarıdadır. 1 otaq, 1 mətbəx, hamam sanuzel aşağıdadır. Özü də əşyalı. Əlində biraz pul var, bunu ipotekaya qoya bilirsən. İpoteka qoyursan, qalanda çıxarırsan ipotekadan. Bu ev olur kimin? Sizin. Qiyməti isə 1 mərtəbəlinin qiymətinə əlim yandı satış. Bax budur. Qiymət əla, əşyalı. Burada geniş koridorumuzdur, düzdür? Burada geniş belə bir yataq otağımız var. Baxın. Bu yataq otağında nə görürsən qalır. Heç nə götürülmür. Burada da geniş belə bir yenə yataq otağımızdır. Baxın. Burada da nə görürsünüz qalır. Kombisi var, qazı var, suyu, işığı hamısı var. Balkona çıxış oradandır. Qəşəng bir evdir. Qiymətinə görə də əla bir qiymətdir. Burada da geniş belə bir yataq otağımız var, televizor zat hamısı evin içində qalacaq. Pəncərələrin qabağı açıqdır, malarit betondur. Qiymətini sizə deyəcəm, çox uzatmayacağam. Burada hamam sanuzelimizdir. Qoy sizə qiymətini deyim də. Qiymət 85.000 verdin, bu evi verdim sənə. Oldu nə? Gəllə mənə. Düşər aşağının zanını hamısını sizə göstərək. Birinci mərtəbəni də sizə göstərək. Bax, geniş koridorumuz, zadımız, hər bir şeyimiz var. Qiymət yenə dediyim kimi 85.000 verirsən, bu evi verirəm sənə. Olur nə? Gəllər məndən. Bax, burada da geniş belə bir zalımız var. Bu zalda nə görürsünüz? Qalır, televizor qalır, lüstür qalır, divan qalır, kondisioner qalır, yuxarıda kondisioner vardı. O da qalır. Burada da geniş belə bir mətbəximiz var. Ancaq mətbəx bu evinin altı yoxdur. Desən çıxarıb aparıblar. Altı yoxdur. Altını düz alacaqsınız. Burada da hamam sanuzelimizi. Qiymətə görə əla bir qiymətdir. Bir dənə çıxıb sizə çölünü göstərək. Dediyim ev bax budur. Qiymət əla. Həyətinə maşın girir. Kanalizasiyası var. Hər bir şeyi var. Qazı var, suyu var, işığı var. Bunu da sizə deyim. Soruşmayın ki, buranın su basıb yoxsa yox. Buralarda su basıb. Yəni bunu bu başdan sizə deyim. Qiymət yenə deyirəm 85.000 manat verdin, bu evi verdim sənə. Oldu nə? Yenə deyirəm. Gəllən mənə.